tənbəllikdən neçə vaxtdır mən pişirdim keksin reseptini sizinlə bölüşməmişəm qızlar. Bu keksi təxminən mən 2 həftə olar ki hazırlamışdım və qismət bugünəymiş. Gördüyünüz kimi mən yumurtamı, şəkər tozumu əlavə etdim. Çırpıcı vasitəsilə çoxlu çırpdım. Görürsünüz necə qəşəng ağappaq belə şişib 3-4 dəfə qabarıb da bildiyiniz keksim. Sonra üzərinə burada süd əlavə eləmişəm. Videonu unutduğum üçün qızlar ola bilər ki bəzi yerlərində çaşa bilim. Yenidən qarışdırıram. Çoxlu qarışdırırıq. Və üzərinə qabartma tozunu əlavə edirəm. Gördüyünüz kimi. Sonra vanil əlavə eləməliyəm. Ay sağ ol. Görürsünüz yadımda qalıb. Vanil əlavə edirəm qızlar. Vanildən sonra məncə un idi. Aha. Görürsünüz necə yadımda qalıb qızlar. Unumuzu da əlavə edirik. Mən deyəsəm burada 2 stəkan un yox, 1 stəkan yarım qatmışam. Yadımdan çıxıb videoya da baxmamışam. Neçə vaxtdan sonra ilk olaraq sizlə baxıram. Və burada kakao da əlavə etmişəm. Ay Allah qızlar, bir də nə gözəl alınır, bir də nə gözəl. Mütləq israr edirəm ki, siz də hazırlayın. Siz də hazırlayın və əminəm ki, çox bəyənəcəksiniz. Burada biraz ortalığı kirlədə bilərik, problem yox. Mən onları video arxası sonra silirəm. Bilsəz o video arxası görüntülərdə nələr baş verir. Nələr day. Sağ olsun anam, burada mənə kömək edir. Yəni, onun haqqında da bilmərəm. Deyir ki, Maystan, mən evdə Maystan deyirlər. Çünki deyir, Maystan, mən sənə daha öncə düşməsən, bu kuxlanın halı bilsən nə gündə olar? Deyirəm, düz desəm ama. Burada kıvamını yoxlayıram. Rejim imkan verirsən, mən daha yaxşı səsləndirəcəm. Amma miyavlıyım. Burada ilk öncə tavamı qoyuram. Öncədən isidilmiş 180 dərəcə sobamda biraz istiləşir. 2-3 dəqiqə saxladıram. O vaxtda icəndə bu qabımızın qırağını falan hamısını spatula ilə təmizləyirəm. Gördüyünüz kimi tərtəmiz. Və açırıq içimizi. İçərdən qabı çıxardırıq. Biraz çox isti olmuşdu qızlar. Çıxardırıq. Biraz da kamera tut. Biraz da çəkiliş elə. Biraz çətindir. Burada qəşəng yağlayıram. Biraz yağını artıq tökmüşdüm qızlar. Tavanın içində olan yağı boşaltmışam. Amma video çəkməmişəm. Belə bol xəmir. Bu xəmirdən zənnimcə qızlar 2 nəzində hazırlamaq olardı. Baxın, nə boyda çıxır, nə qədərdir. Qəşəng belə qabaracaq. Yaxşı çırpıram ki, onun içində nəsə hava falan qalıbsa, onlardan arasında, yəni kekim qabaranda ona mayneçili törətməsin. Və budur. Sobamıza göndəririk keksimizi. Demək qızlar, təxminən orta hesabla unutmuşam nə qədər qoyduq. Orta hesabla bir yarım saat səhv eləmirəmsə pişirdim mən keksimi. Görürsünüz, buramda çəkmişəm, nə gündədir, necə əsəbləşmişəm. Burada qəşəng qabağımızı yuyuruq qızlar. Qap şampunumuzun da içində az qalıb. Qəşəng sürtəm. Unu falan hamısını stakandan əlavə elədiyim üçün dilimdə qorxluq. 2 stakan belə xəmir olmuşdu. Özümü danlaya onları sürtürəm. Qəşəng yumağa çalışıram qızlar. Görürsünüz belə. Necə təmizkar qızam. Ay Allah. Və budur. Bu video sizin üçün kəsmişəm ki, çox uzun olmasın da. Təmiz yürəm qızlar. Gördüyünüz kimi bütün hər tərəfi keksim pişənə qədər təmizləyirəm, yığışdırıram. Çünki anamız bizi danlamasın. Demək qızlar, ay Allah, mən necə təmizkar insanıymışam. Mən nə qədər iş görürmüşəm. Təmizlənir, qəşəng. Və artıq qablarımı yudum bitirdim. O hissəsini kəsdim. Burada keksimizə baxırıq. Allahım, çox qəşəng pişir. Burada mən açdım. Üstünə mən yadımdan çıxmışdı. Şokolad əlavə edəcəkdim. Sonra yadıma düşdü ki, bəs şokoladım qalıb da. Biraz keçəndən sonra, təxminən 20 dəqiqədən sonra peçimi açıram. Şokoladlarımı belə əlavə edirəm. Əlavə etdikdən sonra isə bağlayacağım ağzını. Təxminən 10 dəqiqədə yenə pişəcək. Və açdım. Məncə все hazır idi. Bəli, hazırdır. İndi götürəcəm bunu. Sonra isə mən şokolad hazırlayacağım. İndi yanıma düşdüm.
Şokoladın üçün süddən istifadə edəcəm. Şəkər tozundan, kakaodan, əlavə olaraq damla şokoladlarını yenə əlavə edəcəm ki, o şokoladın öz kıvamını türklər demişkən öz dadını falan qəşəng alındırsın da, yaxşı olsun. Və gördüyünüz kimi burada kakao da əlavə etdim. 2 qaşıq, 1 qaşıq dolu, biraz da yarım qaşıqla və qarışdırıyorum. Göstərəcəm orada sizə qazın xotunu da aldım. Göstərəcəm orada sizə biraz qaynamış fason olan doje. Götürəmişdim gəsən. Hamısı yadımdan çıxıb. O an bişirə eləyirəm yenə. Hamısından əzbər ardıcılığını bilirəm də. Baxın biraz yağ əlavə eləmişəm. Yağ əlavə edib yaxşı qarışdırıram. Çünki şokoladı qarışdırmayanda qıraqları başlayır yanmağa. Damla şokoladlarını əlavə elədim. Və mən səhv eləmirəmsə biraz da buna un qatmışdım. Kraxmalda qatmaq olar, un da qatmaq olar da. Mənim evdə kraxmalım yox idi, yəni un qatdım. Yəni qızlar, ikisini də qatmaq olar. Heç bir problemi yoxdur. Mən ikisindən də sınarmışam. Çox da qəşəng yalanır. Qatı şokolad alınacaq. İndi göstərəcəm sizə. Qarışdırıram. Gördüyünüz kimi uzaq şokoladın getdikcə alınır. Belə sulu halında istifadə edə bilərsiniz. Mən isə biraz gözlətmişdim. Görürsünüz, qatılaşıb. Sonra burada keksimi şəkər tozu ilə süd düzəltmişdim. Onu əlavə edirəm ki, ıslaq kek alınsın. Və inanırsınız necə gözəl idi. Neçə gün onu saxlasın. Demirəm, 1 ay saxlayın, gəlin ki, yox, ay xanım, alınmadı. Təbii ki, 1 ay saxlamadı. 3 gün, 4 gün saxlasınız, həqiqətən öz kıvamını itirmir, yumşaqlığını itirmir. Çox da qəşəng olur da, yəni rahatlıqla yeyə bilər. Keks böyükdür deyənə. Yəni, neyim? Yeyib qurtarmır. Ləzzətlidir. Baxın, beləncə şokoladını əlavə eləyirəm, qızlar. Əziz xanımlar, tövsiyə edirəm. Həqiqətən zarafat bir qırağa. Siz də bişirin, dadına baxın. Və mən sizin fikirlərinizi YouTube videomun alt hissəsində gözləyirəm. Mütləq dərəcədə mənə fikirlərinizi bildirin. Bir baxın. Ay Allah, bu möhtəşəmliyə bir baxın. Necə də gözəldir. Necə də dadlıdır. Bunun üstünə ağ şokolad da səpmişəm. Görürsünüz qızlar. Olsaydı indi çayla içəcək, sizlə danışırdım. Amma təəssüf ki, qutarıb. Görün neçə gündür bişirmişəm. İndi keks qalar, ay qızlar. Hələ burada keksim mənim istidir. Görürsünüz, şokoladı tökən kimi başlayır əriməyə. Həm şokolad özü istidir, qara şokolad. Həm də keksimin özü də istidir, qızlar. İndi mən burada böləcəm sizin üçün. Baxın, göstərirəm, burada force edirəm. Burada kesirəm, içinə baxın. Ay Allah, necə möhtəşəm bişib, necə qəşəngdir, yumuşaq, ləzzətli. Baxın qızlar. Əsl bildiyimiz marketlərdə satılan ıslaq kek. Çox qəşəng alınır qızlar. Mütləq yoxlayın. Haydi qızlar, sağ olun.